Bismillahirrahmanirrahim. Salam, xoş gördük hər birinizi, hörmətli izləyicilərimiz. Allahın salavatı, salamı, rəhməti, bərəkəti və məğfirəti üzərinizə olsun. Bugün sizlər üçün İslam tarixində böyük mühəddis və hədis rəvayətçisi və eyni zamanda böyük arif olan bir şəxsiyyətin haqqında söhbət edəcəyəm. Bu şəxs Əbu Əli Füzeyl ibn Əyyazdır. Hicrətin 2-ci ilində yaşamışdır, Səmərqənddə dünyaya gəlmiş bir şəxsdir. Belə ki, bu insan baxmayaraq ki, sonralar İslam tarixində böyük bir şöhrət tapdı, məşhurlaşdı, arif kimi və eyni zamanda hədis ravisi kimi məşhur bir şəxsiyyət oldu, mühəddis kimi məşhur şəxsiyyət oldu. Ancaq bunun maraqlı bir həyat tarixçəsi vardır. Bu böyük məqama, yəni təsadüfən gəlib çıxmamışdır. Belə ki, gəncliyində Füzeyl ibn Əyyaz məşhur quldur və yol kəsən idi. Və çox məşhur bir quldur idi. Sanki bu sahədə, o quldurluq sahəsində, cinayət sahəsində çox tanınmış bir insanlardan biri idi. Belə ki, bu şəxs elə bir təhlükəli quldur idi ki, hətta onun yaşadığı məntəqədən karvanlar onun qorxusundan, onun dəstəsinin qorxusundan rahat şəkildə və asudə şəkildə hərəkət eləyə bilmirdilər. Tarixində yazırlar ki, günlərin bir günü bu şəxs Əbu Əli Füzeyl ibn Əyyaz yenə də bir evə qarət üçün daxil olmuşdu və qarət üçün daxil olduğu evdə divarda bir Quran ayəsinə rast gəlir. Quran ayəsi Hədid surəsinin 16-cı ayəsi idi ki, buyurur ki, Əuzu billahi minəşşeytanirracim. Ələm ya'ni lillezine amanu an taxşa'a qulubuhum lizikrillah. Ayə buyurur ki, iman gətirmiş insanlar üçün artıq zamanı yetişməyibdirmi ki, onların qəlbi Allah qorxusundan vəcdə gəlsin. Bu ayəni oxuyan Əbu Əli Füzeyl ibn Əyyaz sözün həqqi mənasında ayənin təsir altına düşür və dərindən bir peşmançılıq hissi keçirir. Və orada Allaha üzünü tutaraq tövbə eləyir və nida eləyir. Ağla gözlə belə deyir ki, bəli, həqiqətən o vaxt indi yetişibdir. Və bundan sonra Əbu Əli bütün cinayət aləmini tərk eləyir. Bütün cinayət işlərindən uzaq durur. Və artıq həqiqi və nəsuh tövbə eləyir. Bilirsiniz, bəzən insan elə olur ki, bir işdən emosiyalara qapılaraq, hissiyata qapılaraq peşman olur. Ancaq o emosiyalar söndükdən sonra insan həmin o səhvi, həmin cinayəti, həmin günahı yenidən təkrarlayır. Ancaq burada Allahın bir inayəti və bir lütfü var idi. İnsan həqiqətən də nəsuh tövbə etmək üçün gərək Allahın lütfüne, Allahın inayətinə sığına, Allahın rəhmətinə sığına. Və bu şəxs də belə oldu. Allah anında buna bir lütf inayət elədi. Buna bir rəhmət nəzəri ilə baxdı. Təbii ki, bəlkə də həyatında gördüyü hansısa bir işin bir təsiri idi, nəticəsi idi ki, Allah orada buna bir rəhmət gözü ilə nəzər saldı. Və bir daha bu pis işlərə qayıtmayacağını Allah qarşısında əhd bağladı Allahla, söz verdi. Və yazırlar onun tarixindəki, həyat tarixçəsindəki, bundan sonra artıq orada o ayənin təsirinə düşdükdən sonra, ayə bunun tam ruhuna, qəlbinə sirayət etdikdən sonra, tam peşmançılıq hissi bunu bürüdükdən sonra Füzeyl ibn Əyyaz başını götürür və sanki səhraya sərgərdan formada səhrada gəzirdi və gedir bir karvansaraya yaxınlaşır və karvansaraya daxil olur, orada əyləşir peşiman halda. Bu vaxt görür ki, sarıban, yəni karvan başçılarından biri uca səslə deyir ki, bütün karvanda olan karvan əhlinə üzünü tutub uca səslə deyir ki, bugün artıq axşama yaxındır, hərəkət etməyəcəyik, gecəni burada gecələyəcəyik. Çünki biz Füzeyl ibn Əyyaz, Əbu Əlinin o məşhur yol kəsən quldurun yaşadığı məntəqənin yaxınlığındayıq.
onun şərrindən amanda qalmaq üçün gecəni burada gecələyəcəyik və səhər yola düşəcəyik. Bunu eşidən və bunu görən Əbu Əli Füzeyl ibn Əyyaz sözün həqiqi mənasında bir daha tam peşmançılıq hissinə bürünür və gözü yaşlı halda ayağa qalxır və üzünü bütün orada olanlara, o karvan əhlinə tutur, o karvansarada olan insanlara tutur və ucadan belə səslənir onlara xitaben ki, ey insanlar, sizin vəhşət və qorxu hissi ilə yada saldığınız Füzeyl ibn Əyyaz, o yol kəsən quldur, cinayətkarı mənəm. Mən artıq bu işlərdən tövbə eləmək qərarına gəlmişəm və bundan sonra mən Allahımın qarşısında və sizin qarşınızda söz verirəm ki, bir daha məni bu kimi işlərdə görməyəcəksiniz. Və bundan sonra onun həyatının istiqaməti sözün həqiqi mənasında dəyişir. Və artıq İslam elmlərinə və müsəlmançılığın həqiqi prinsiplərinə doğru üz tutur. Bundan sonra elə bir rütbələrə, elə bir böyük məqamlara yetişir ki, görürsünüz günü bu gündə onun adı tarixdə artıq bir cinayətkar kimi deyil, bir yol kəsən quldur kimi deyil, onun adı tarixdə böyük mühəddis, böyük arif kimi yad olunur. Və hətta böyük şia alimlərindən olan Şeyx Tusi də onun haqqında yazıbdır ki, və onu İmam Sadiq əleyhissalamın, yəni dövrün imamı olan 6-cı İmam Sadiq əleyhissalamın yaxın və mötəbər, etibarlı dostlarından biri kimi yad eləyir. Təsəvvür eləyin, bir yol kəsən, Allahın inayəti və lütfü ona bir anda şamil olması nəticəsində həyatının istiqaməti dəyişir və gəlir zəmanənin imamının yaxın dostlarından birinə çevrilir. Bəli, hörmətli izləyicilərimiz, bu hadisə bir daha onu göstərir ki, həyatda heç vaxt naümid olmaq olmaz. Bəzən elə işlər var ki, elə günahlar var ki, o günahın bağışlanacağından naümid olmaq o günahın özündən daha böyük günahdır. Bəzən şeytan insana naümid eləyir, insanı tövbədən naümid eləyir, insanı elmdən naümid eləyir, insanı bütün xeyirxah işlərdən naümid eləyir. Bəzən görürsən ki, insanın qulağına vəsvəsə eləyir şeytan ki, onsuz da qədrin bilinmir. Onsuz da qədrin bilinmir, insanlar qədir bilməzdilər, yaxşı işlər görmə. Onsuz da sən o qədər günahkarsan, o qədər böyük günahlara aludə olubsan, Allah səni bağışlamayacaq və buna görə də tövbə eləmə. Yaşın keçib, ömrün keçib, bundan sonra səndə alınmaz, heç bir kitabı əlinə götürüb oxuma, elm sahəsinə həvəs göstərmə. Bunların hamısı şeytanın insanoğluna qurduğu tələdir, insanoğluna etdiyi vəsvəsələrdir. Deyir, bir nəfər var idi, hey namazda ağlayırdı. Hey namazda nida eləyirdi, fəryad eləyirdi, ağlayırdı və Allahdan müəyyən dualar istəyirdi. Ancaq duası müstəcab olmurdu. Bir qədər gecikirdi isticabətə yetişməsi duasının. Günlərin bir günü şeytan bunun qulağına vəsvəsə elədi ki, filan kəs, sən ki bu qədər dua eləyib ağlayırsan, onsuz da Allah sənin dualarını qəbul eləmir. Bəs bu qədər ağlamağın mənası nədir? Şeytanın vəsvəsəsi bunun qəlbinə sirayət elədi, beyninə sirayət elədi və bu öz aləmində belə düşündü ki, şeytan burada düz deyir. Mən neçə illərdir ağlayıram, namazda xuşu halında namaz qılıram, dualar eləyirəm, ancaq Allah mənim heç bir duamı isticabətə yetirmir, müstəcab eləmir. Və bundan sonra artıq ağlamadı namazda və zaman keçdikcə artıq namaz və ibadəti də tərk elədi. Bir gün röya aləmində bir ilahi səs buna peyda olur və bundan sual olunur ki, filan kəs, nəcür oldu sən dindən uzaqlaşdın, namazdan uzaqlaşdın və günah əhli oldun? Bu şəxs deyir ki, mən illər boyu namazlarımda ağlayırdım, ibadətimdə ağlayırdım, dua eləyirdim. Ancaq mən gördüm ki, Allah mənə heç bir nəzər eləmir. Allah dönüb bir gözünün bir quşəsi ilə mənə baxmır. Dualarımı qəbul eləmir və buna görə də mən hər şeyi tərk elədim. O ilahi səs ona deyir ki, filan kəs, ay bədbəxt insan, bu sənin üçün kifayət deyildimi ki, sən namazlarında, dualarında Allah sənə huzur qəlb bəxş etmişdi, ağlaya bilirdin.
Sən Allahla danışa bilirdin, sən Allahla münacət eləyə bilirdin. Bunun özü böyük bir nemət idi, böyük bir rəhmət idi. Allahın sənə olan o rəhmət nəzəri və lütfü idi. Ancaq sən bunun qədrini bilmədin. Sən bunu dəyərləndirə bilmədin və ona görə də Allah onu səndən aldı. Sən şeytanın tələsinə düşdün və dünyəvi və maddi istəklərinin bir qədər gecikməsi səbəb oldu ki, sən səbirdən çıxdın, səbirsizləşdin, tab gətirmədin və nəticədə bu oldu ki, ümumiyyətlə tam şeytanın yoluna düçar oldun və şeytanın tələsinə düçar oldun. Allah Teala hər birimizi inşallah tutduğumuz yolda müvəffəq olan şəxslərdən qərar versin və hər birimizi inşallah ümidsizlikdən və şeytanın qurduğu tələlərdən, torlardan inşallah uzaq eləsin. Gələn videolarda görüşmək ümidi ilə. Vəssalamu aleykum və rəhmətullahi və barakatuhu.